Əzan məsələsində əşhədən nəliyən vəliyullah sözünün artırılması söhbətində bizim fəqihlərimiz buyururlar ki, əzan iki cümlədən ibarətdir. Əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammədən Rasulullah sallallahu aleyhi və aleyhi. Üçüncü hissə yoxdur. Əşhədu ən nəliyən vəliyullah aleyhissalam ifadəsini əzanın hissəsi olmadan demək tövsiyə olunub. Peyğəmbər sizə nə verirsə, onu götürün. Nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir. Azanda əlavələr ki var. Məsələn, Şiə məzhəbində xüsusən Əliyən Vəliyullah, Həyyə alə xeyril əməl. Bunlar ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında olub, cavab ki, yox. Bunlar əsasən başlandı, əsasən Səfəvilərin vaxtından seçilmək üçün. Yəni, çox şey ümumiyyətlə Şiə məzhəbində Səfəvilərin vaxtında fərz edildi. Və məqsəd də sünnilərdən seçilmək üçün. Bu Şiə fikrində də var ki, bunlar ümumiyyətlə azandan deyil və şərt deyil bunlar. Lakin seçilmək üçün deyilir. Lakin birdən etiraz eləsələr ki, siz də artırmışsınız, ey əhl-i sünnə, siz də artırmışsınız və sübh namazında bir dənə deyirsiniz ki, əs-salatu xeyrun minən-nov. Biz də cavab verdik ki, bu artırma deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında bu deyilirdi. Sübhdə 2 dənə azan verilir. Biri əvvəl, vaxtından biraz qabaq hazırlıq kimi və əsas azanda da bu deyilir. Həyyə alə-sələ, həyyə alə-fələdən sonra. Bu sabitdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu deyib. Vaxtında deyilib və ona görə biz də deyirik.